Həftəlik bürclər Qoç, Şiroxatan bürclərinin odun sürülərini 24 noyabrdan 1 dekabra doğru nələr gözləyir? Qoçlar əslində bu həftənin Evren tərəfindən daha çox şans olaraq, qorunma olaraq aktiv olan bürclərindən birisiniz. Yəni sizin ən böyük probleminiz bu həftə problemlərinizi yarımçıq qoyub qaçmağınızdır. Yəni heç bir şey axıra qədər bitirməyiniz olmayacaq. Sanki hər tərəfdə boşluqları aktivləşdirəcəksiniz. Və bu həftə belə deyim də, kimlərisə sizə doğru gəlməsini, kimlərisə sizə tabe olmasını, sizdən asılı olmasını, barışıq, münasibət, şəxsi həyatın o qədər belə deyim blokajında olacaqsınız ki, sanki maddisal sferə özünüzü tam verə bilməyəcəksiniz. Sağlamlığın aktivləşməsini edə bilməyəcəksiniz. Amma həftənin sonlarına doğru sizdə pul, maddiyyat, finans qapılarının açılması olacaq. Çünki Evren sizdə daha çox hər addımınızda maqnit kimi pul, maddiyyat, finans, iş, vəzifə ilə əlaqədar işlərə doğru aktivləşməyinizi tələb eləyəcək, amma sizin şəxsiyyətlə əlaqədar qarma-qarışıq vəziyyətiniz, düşüncə və arzu xəyallarınızın başqa dünyada olması, elə bir illüziya dünyasında olması sizin aktiv formada özünüzü göstərməyinizə tam səbəb ola bilməyəcək. Həftənin sonlarına doğru bacarırsınızsa qoçlar şəhər olaraq, rayon olaraq, mühit olaraq bir günlük, 2 günlük belə deyim də öz enerjinizi dəyişməyə çalışın. Çünki bu maddisal şansınızı itirsəz dekabra doğru pul cəhətdən, şans cəhətdən daha uğurlu bürclərdən birisi siz bu şansınızı zəiflədə bilərsiniz. Bunu etməyə ehtiyac yoxdur. Sağlamlıq baxımından başa düşmədiyim bir məqam var. Diş ağız sisteminizdə və belə deyim də onurğanın aşağı hissəsində, onurğanın belə deyim də fəqərələrin bitişmiş dümdüz sistemində olan problemləriniz daha çox aktiv vəziyyətdədir. Duranda və oturanda, yataqdan aktivləşəndə zaten o sıxıntılar özünü göstərir. Bu sinirsel blokların aktivləşməsi deməkdir. Buna fikir verməsi və diş ağız sistemində bilmirəm, nədənsə narahatçılıqlarınızı daha çox bədənsel olaraq hiss etdiyim üçün sizə bunu bildirirəm. Ümumi həftəni dəyərləndirsək, şəxsi həyatın qarma-qarışıq vəziyyətindən belə deyim də belə nəticə çıxarda bilsək, 68% həftənizi qoçlar uğurda edə bilərsiniz. Şirlərə gələndə isə şirlər bu həftə hobbilərinizi aktivləşdirin. Bu həftə ətrafınızda çoxlu insanlar olacaq. Əgər tək şirlər varsa, sevgi, şəxsiyyət baxımından yeni bir insanların sizin həyatınıza girə bilər. Bu həftə oyuna gələ bilərsiniz. Çox ehtiyatlı olursunuz. Həftənin cümə axşamı və belə deyim, çərşənbə günündən başlayaraq ətrafınızda elə bir insanlar baş verə bilər ki, sizi oyuna gətirə bilər, sizi yarımçılığa sala bilər. Düşüncə fikir olaraq sizi belə deyim, daxili təkliyə səbəb ola bilər. Bu həftə şirlər kimlərəsə nəyisə sübut etməyə ehtiyac yoxdur. Yəni, mən varam, mən düzəm, mən səhvəm, mənim sağlamlığımda bu problem var. Yoldaşınız, sevdiyiniz insanlara özünüzün haqlı olduğunuzu, doğru olduğunuzu göstərməyə ehtiyac yoxdur. Çünki bu həftə necə varsınız, elə olmağınızı göstərməz. Bu həftə bilirsiniz necə, belə deyim də, öz istəklərinizə görə hər şeyi aktivləşdirməz. Bir alov, bir qığılcım olmazdı. Siz aktivləşdirirsiniz, aktivləşmə sizdən sonra yüksək səviyyədə başlayır. Həftənin sonlarına doğru baş migren sisteminizdə bəzi narahatçılıqlar, sağlamlıqla əlaqədar problemləriniz ola bilər və şəxsiyyətlə əlaqədar bəzi insanların problemini həll edib canfəşanlıq etəcəksiniz. Buna ehtiyac yoxdur. Hər kəs öz problemini həll edəcək qüvvədədir. Şirlər bunu bir dəfəlik anlamağınız vacibdir. Maddisal sferə baxımından bu həftə şanslarınız sizə doğru var. Pul enerjiniz var. Sadəcə bu həftə daha çox şəxsi həyat, özünüz, belə deyim də ətrafınızda olan insanları analiz etməyə çalışın və maska çərçivəsində olan insanları yüksək səviyyədə görməyi şirlər bacaracaqsınız. Ümumi pis həftə deyil, bu həftə hobbiləriniz üzərindən özünüzü ruhsal olaraq qidalandıra bilərsiniz. Rəsmdir, rəqsdir, idmandır, fərq etməz. Nə hobbiniz varsa, bunu bədəninizi qidalandıracaq şəkildə şirlər aktivləşdirməlisiniz. 78-76%-ə qədər həftənizi uğurlu edə bilərsiniz və uğurlu edə bilərsiniz. Oxatanlara gələndə isə oxatanlar askıda qalmışsınız. Oxatanlar sizin zamanınız başlayır, amma sizin zamanınız başlamasına baxmayaraq oxatanlar niyə aktiv vəziyyətdə deyilsiniz? Niyə yarımçıqsınız? Niyə heç nə sizi qane etmir? Şans olaraq kimlərinsə əlini, kimlərinsə dəstəyini gözləməyin. Siz hər şeyi çox gözəl bacaracaq qüvvədə olan insanlarsınız. Sanki bilirsiniz necə, öz tısbağa kimi qınınıza çəkilmişsiniz və aktivləşmirsiniz, kölgədə qalmışsınız. Sizin zamanınız başlayır, oxatanlar sizin ad gününüzdür, sizin ayınızdır ki, bunu aktivləşdirməlisiniz. Dekabr ayına doğru belə deyim də, ruhsal şanslarınız aktivləşəcək, belə deyim, pul maddiyyatla əlaqədar özünüzü yüksək səviyyədə qabağa çəkməyə bacaracaqsınız. O deyil sizə, yəni xoşbəxtçiliyinizi hiss eləmirəm, günəş kimi parlamağınızı hiss eləmirəm, ay sizin olduğunuzu hiss eləmirəm. İllüziya dünyasındasınız, sanki bir serial, sanki bir düşüncələrinizin qərq olduğu bir dünya var ki, onun çərçivəsindəsiniz. Yəni bu o deyil. Sizin həftəyə ən çox vacib olan bir insan sadiq və dostluğunuzu seçəcək bir həftənizdir.
Yoldaş olaraq, sevgi olaraq, sadiqilik, dostluq olaraq, sadiqi olan bir insanı belə deyəndə öz ətrafınızda seçəcəksiniz və onu öz yanınızda saxlamağa çalışın. Çünki oxatanlar bu həftə maddisal güclənməyiniz olacaq. Amma özünüzün bir ipdən asılı vəziyyətdə qalacağınız. Elə bil ki, külək hansı tərəfə yönləndirəcək, o tərəfə yönlənmək istəyəcəksiniz. Evrəndən elə bir işarət istəyəcəksiniz ki, mənə məlumat ver, mən o tərəfə doğru gedim. Siz zəif insanlar deyilsiniz oxatanlar. Özünüzü dəyərləndirmə bu həftə çox-çox zəifdir və ay sizin olduğunuz üçün qəribə bir vəziyyətdə dayanırsınız. Ayaqlarınızda problem var, mədə bağırsağınızda problem var. Çox qəribə bir şəkildə nəfəs yolunuzda problemlər var. Bilmirəm nədəndir. Çəkdiyiniz və yaxud da etdiyiniz bir işlərdir, və yaxud da qidalarınızdır, və yaxud da nevroloji problemlərinizdir. Burada problemlər başlayır. Boğazımızdan başlayaraq 5-ci çakramızdan başlayaraq problemlərimiz bizə zaman çərçivəsində doğru blokaj yarada bilər. Burun nəfəs sistemindən də əlaqədar ola bilər. Oxatanlar buna fikir verməlisiniz. Yəni həftəlik aylıq uğurunuzu çox zəiflədirsiniz. Həftəlik uğurunuzdan başlayaraq gedişatınız 64%-dir oxatanlar.